Köhnələr, sabahınız xeyir olsun. 6-cı gününüz, bazar gününüz uğurlu, xeyirli, bərəkətli olsun. Əsas yaxşı istirahət eləyəsiniz. Hələ indi gələ-gələ yol üstü baxıram. Keçmiş kommunistik indiki İstiqlaliyyət küçəsində orada bir dənə balaca bir bir obyekt var idi. Böyle bir nəfər adam dururdu orada həmişə. Bilirsiniz ne tipli adamlardan. O yeni bir təbəqə var. Belə cavan oğlanlar başlarında var belə hörüyü buradan bildüzdə necə belə rezinlə bağlayırlar. Belə saqqallı, şortik giyinən. Yəni belə də əslində heç kimə ziyanı değməyən bir təbəqədir. Həmçində onlar adətən böyle oxunmuş olurlar. Yəni biləcəkli olurlar. Belə doğru dildə desək bezvredni bir adam. Başa düşdünüz? Görürəm ki o obyekt bağlanıb artıq. İş usulu da onun bilirsiniz nə idi? Yəni bax belə maraqlı bir sendviçlər, yəni çörək arası da başa düşdünüz neysə düzəldirdi. Cəmaatla söhbət eləyə-eləyə belə bir maraqlı bir konsepti var idi. Nəticədə görürəm ki bağlıdır. Yadıma düşdü ki bir neçə ay bundan qabaq mən Facebook'ta idarə etdiyim bir grup var. Vkusny Mir. Orada grubun bir iştirakçısı, adı da Nicat'dır. Özdə şəxsən də yəni tanışdığım var mənim o Nicat'la. Neysə onların haqqında yazmışdı xeyirlərinə. Mən də hələ orada altda komentari bölməsində yazdım ki, Nicat qardaşım, yəni sən mənə düzgün başa düş, Allah xeyir versin, amma ki mənim fikrimcə onların yəni işləməyi çox çəkməyəcək, onlar bağlanacaqlar. Düzdür, onda Nicat mənimlə razılaşmadı. İndi mən görürəm ki, ora bağlıdır. Düz deyə təki bəlkə bunlar irəli gediblər, bəlkə gedib hardasa ondan da böyük bir yer açıblar. Əgər belədirsə mən lap inanın mənə ki qəlbən şadam. Həmçində hazıram onlara bacardığım qədər dəstək verim öz internet platformalarımda ki inkişaf eləsinlər. Yəni bir sahibkar kimi. İndi gələk çıxaq əsas məsələyə. Yəni bildiyiniz kimi görürsünüz də şəhərdə bizdə demək olar ki hər yerdə part-apart obyektlər hamısı bağlanırlar. Yəni bunun mən sizə izah eləyim səbəblərini. Bilirsiniz, birinci səbəblərdən odur ki, yəni obyektlərin sayı, hesabı həddindən artıq çoxdur. İndi keçək ikinci məsələyə. Nəyə görə bu obyektlərin sayı, hesabı çoxdur? Siz hələ bilirsiniz ki, bütün bu obyektlərin işlədənləri, yəni yiyələri adi sahibkarlardır. Elə olsa nə var ki, biz elə qələmə verə bilərdik ölkəyə ki, bizim ölkədə ən güclü iqtisadiyyat var. Ən yaxşı inkişaf hələ bizdə var. Amma elə deyil. Çox təəssüf ki, elə deyil. O çox sayılı obyektlərin sahibləri çox zəngin bir insanlardır. Monopolistlər belə adlandıraq da onları. Onların bəziləri heç Azərbaycanda yaşamırlar, bəziləri Azərbaycanda yaşayırlar, keçmiş məmurlardır. Ola bilər bəziləri indiki məmurlardır, hansı ki dolayısı yollarla digər qohumların, əqrəbənin adını açıblar belə bir obyektlər. Halbuki özünüz bilirsiniz də, yəni bir məmurun Azərbaycanda hansısa bir kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır. Yəni nəticədə belə deyək də, həmən obyektlərin çox sayılı açılması o sahibkarlar üçün gəlir mənbəyi deyil. Yəni onlar üçün o sadəcə olaraq o çirkli pullar var, hansı ki onlar qanunsuz yolla əldə edirlər. O obyektlərin vasitəsilə onlar həmən o çirkli pulları sadəcə yuyurlar. Yəni legallaşdırırlar. Başa düşürsünüz? Yəni bu barədə çox sayılı kinolar var. Amerika kinoları, Avropa kinoları girib maraqlana bilərsiniz. Yəni onları maraqlandırmır ki, həmən o obyekt gəlir versin. Siz onların el kipirinə baxsınız, el kipir elə bir sistemdir də. Restoranlarda olur adətən, restoran işçiləri bilərlər. Orada yəni hesabatlarında bunlar aş vurub qazan doldururlar. Səhərdən axşama və gecədən səhərə kimi qazanc var. Halbuki bu reallıq deyil. Başa düşürsünüz? Yəni bunların çox sayda
olmağı, hər yerdə olmağı real sahibkarlar üçün, ətrafda olanlar üçün ciddi narahatlıq yaradır və real sahibkarlar işləyə bilmirlər. Nəticədə bankrot olurlar və bağlanırlar. Onu da nəzərə almaq lazımdır ki, həmən o, yəni restoratorların, obyekt yiyələrinin arasında sözsüz ki, idarəçilikdən başı çıxanlar da var və ona görə əgər hansısa kimsə böyük bir səhmayə qoyan bir insan, böyük bir zəngin insan, yəni doğru dildə desək, pulu çox olan bir insan belə bir nəsə obyekt açırsa, bu avtomatik olaraq bunun proqnozu odur ki, bu gəlir əldə eləyəcək. Başa düşürsünüz? Yəni bunu mən sadəcə bir balaca sözə xırdaladım ki, yəni hamımızın bu barədə biraz anlayışı olsun. Yəni çox belə əfsuslar olsun ki, yəni mənim bax gördüyümün nəticəsində yaxın gələcəkdə bu obyektlərin, restoranların bağlanma tendensiyası, yəni sahibkarların da bankrot olma tendensiyası davam edəcək. Burada da mən sizə deyim, sahibkarların da çox günahları var. Bax hələ məsələn tutaq, danışaq bu icarə haqqında olan məsələlərə də, yəni icarəyə aid olan məsələləri. Siz görürsünüz də Azərbaycanda, Bakıda bu icarə qiymətlərinin nə dərəcədə kəlləçarx olmalıdır. Yəni bu belə baxanda biz xırdalasaq, istəyir icarə götürən, istəyir icarə verən, hər iki tərəf çalışır vergidən yayınsın. Yəni reallıqda başqa bir icarə qiymətidir, amma kağızda əks olunan tamamilə başqa bir qiymətdir. Neysə, bu qədər. Daha başınızı ağrıtmaq istəmirəm, yormaq istəmirəm sizi. Dedim bir səhər-səhər yenə də sizlə öz fikirlərimlə paylaşım. Bir də sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Neyniyim, necə eləyim deməyəsiniz heç zaman. Qəlbdən qəlbə.